Herkese salam. Mənim adım Firuzədir və mən sizin üçün burada yemək reseptləri paylaşıram. Bir kanalım var və mən orada həmişə günlük vloqlar çəkirəm, bəzən qarışıq vloqlar, təmizlik vloqları və orada da belə bir vloq paylaşmışdım. Orada balıq bişirdiyimi də göstərirdim və fikirləşdim ki, mənim artıq yemək kanalım var və oradakı bütün paylaşdığım reseptləri də burada sizinlə bölüşüm. Kimə nə resept lazım olsa, buradan baxıb bişirə bilərsiniz. O cümlədən də mən bəzən hansısa reseptim yaddan çıxdıqda bura gəlib baxa bilirəm. Təbii ki, balıq bişirməyi çoxumuz bilirik, amma mənim üçün maraqlıdır. O qədər də olur ki, yeni ailə quran xanımlar və ya elə qızlarımız yemək bişirməyi bilmirlər. Ümumiyyətlə anlayışı olmayan qızlarımız da olur və belə baxaraq bir-birimizdən nələrsə öyrənirik. Buna görə də çalışıram ki, orada paylaşdığım reseptləri elə bura qısa video halında atım. Əgər mənim kanalım sizə maraqlıdırsa, keçid edib oradan da məni izləyə bilərsiniz. Bu kanalı mən artıq neçə aydır ki, yaratmışam. Təxmini 1 ilə yaxındır var. Amma tez-tez paylaşımlar edə bilmirəm. Bunun da səbəbi müxtəlifdir. Həm çatdıra bilmirəm, həm bəzən reseptləri düşünürəm ki, o qədər də yaxşı alınmır. Amma fikirləşirəm ki, elə nə bişirsəm, burada da paylaşmağa çalışım. Həm də sizlərə fikir olar. Çünki mən YouTube'dakı xanımlardan bir çox fikirlər alıram, yeməklə bağlı olsun. Resepti birə-bir eyni etməsəm də, öz əlavələrimi edərək nəsə bir yemək hazırlayıram. Burada da belə bir yemək oldu. Salat da hazırladım. Bu salatın tərkibi kök, kahı və qırmızı kələmdən ibarətdir. Üzərinə sos olaraq da limon suyu, duz, istiotu qarışdırırsınız və zeytun yağı da əlavə etmək olar və balığın yanında və ümumiyyətlə yeməklərin yanında çox dadlı bir salat reseptidir. Həmçinin arıqlamaq istəyən xanımlarımız da bu reseptdən istifadə edə bilərlər. Həm çox dadlı alınır, həm insanı tox saxlayır. Ümumiyyətlə çox dadlı bir reseptdir, sınaya bilərsiniz. Əgər kanalımı bəyəndinizsə, videolarımı bəyənirsinizsə, kanalıma abunə olaraq mənə dəstək olmağı da unutmayın. Növbəti videolarda, reseptlərdə görüşərik. Hələlik özünüzə çox-çox yaxşı baxın.